Son vaxtlar əmanətlərin faizlərində artım müşahidə olunur. Xüsusilə xarici valyutada depozit faizləri artıb. Sistem əhəmiyyətli banklarda dollarla əmanət üzrə illik faizlər 4,5%-ədək yüksəlib. Nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə artıb. Banklar xarici valyutada depozit cəlb edən zaman hətta 5%-ə yaxın depozit təklif edirlər. Bu o deməkdir ki, xüsusən də xarici valyutada cəlb edilən depozitlərin dividend faizində kəskin artımlar müşahidə olunub. Oxşar artımlar milli valyutada cəlb edilən depozitlərdə də müşahidə olunur. Əgər sistem əhəmiyyətli banklarda milli valyutada depozitlərə bir il öncə təxminən 6% dividend ödənilirsə, artıq bu rəqəm 10%-in üstündədir və 2 rəqəmlidir. Bu bir tərəfdən bankların daha bahalı borclanmaya getməsi anlamına gəlir. Digər tərəfdən depozit faizlərinin artması təbii ki, kredit faizlərinə təsir göstərir və bu nəticə etibarilə təklif olunan kredit faizlərdə də artımları gətirib çıxara bilər. Qeyd edək ki, ölkəmizdə sığortalanan faiz dərəcələri milli valyutada 12, xarici valyutada 2,5%-dir. Bu isə əmanətlərin qorunması ilə bağlı məsələni daha da aktuallaşdırır. Yəni, yüksək faizlərin təklif olunması qorunmayan əmanətlərin həcminin artmasına gətirib çıxara bilər. Bir sıra banklar tərəfindən xüsusən xarici valyutada daha yüksək depozitlərin təklif olunması həmin əmanətlərin sığortalanmasına imkan vermir. Belə ki, şərtlərə əsasən əmanət məbləği